Sən də deyim də. Hə, deməli, buranı görürsünüz, buradan ayna qırıqdır. Bax, buranı düzəltmək oxşu, dəyişmək boşluqdur. Bax, bu düzəlməlidir. Yəni, bizim də elə çox gücümüz çatmır. Yəni, hansısa produkta gücümüz çatır. İndi görənlər, yəni, baxsınlar, yəni, görsünlər. Yüzü qışa gəlir. Bax, filtəni çəkək, filtə qırılıbdır. Bu da bir dənə də filtə almaq lazımdır bura. Yəni, bu ailənin problemi, yəni, çoxdur. Bir də uşağımın müalicəsini görsən, bax, remontsuzdur, bax, buralar. Uşağın müalicə olmasına. Uşağına yəni müalicə ehtiyac var. Ora bağlanmır. Dərmanın adı yenə deyil, qoy bilsinlər. Dərmanın qiymətini də deyil. Uşağın müalicəsinə kömək edərdiniz. Ən əsas bu ikisi istəyirəm. Yəni Kərəm, Azərbaycan xalqından dəstək istəyirik deyirəm. Gözəl, ürəkli bizim qrupdan dəstək istəyirik. Yəni bu ailə ən çox bu ailəyə düşür. Burada bu qəzal binada, bu binada qaz yoxdur. Sadəcə işıqdır. İşıqda pletka qoşuruq yeməyə də, ondan sonra isitməyə də. Amma mən yerli olduğuma görə bizə işıq vermirlər. Yəni hökumət pulsuz verir də, bu cəmaata çörək pulu, yemək pulu. Deməli onlara pulsuzdur işıq. Hamıya. Bu binada hamıya. Sizdən 5 mərtəbə burdadır, 2 mərtəbə qarşıdadır, başqa müraciət edirsizmi ki, yəni? Çox eləmişəm. Amma vermirlər. Mən yerli olduğuma görə vermirlər. Mən limitlə verirlər həm də? Yox. Limitsizdir? Onlar da pulsuzdur. Hər ay pul hökumət özü kontr yükləyir onlara, amma mənə vermirlər. Ona görə biz işıq yükləyə biləndə evimizi isidə bilirəm. İşıq olmayanda da yox. O da ki 20 manat bir neçə gün görür. İşıq da deməli çox pul yazır. Yəni işlətdirsə, artıq limiti keçir. Həm də ki yeməkdir. Üçüncü limitə çatanda pikətdə yazır. Yəni işıq pulu çox yazır. Yəni ailədə işlətməyə şeyləri yoxdur. 100-150 manat. Bir dənə bu filtədir. Filtədə gördüyünüz kimi qırıq. Lap o qışın şaxtasında 150 də hələ olur ki 500 manat da artıq olur. Yəni elə bir şaxtada heç isitmək olmur. Biz əlimizdən gələn balaca filtə alacaq. Yenə də ehtiyac var. Gör bu qapı gedər. O birisi qapı da qırıqdır. Onu da istəyirsiz çəkin. Kərəm, Azərbaycan xalqından dəstək istəyirik. İstəyirik. Bəli, bütün Azərbaycan millətindən dəstək istəyirik bu ailə üçün. Bizim qrupda olanlardan. Kəndimizin oğlanlarından kimin nəyə gücü çatır, yəni köməklik Mən çəkilişə çıxmaq istəmirdim, bir neçə verilişdə də çıxmadım. Amma baxıram ki artıq məcburam. O narahat olma, yaxşı olar inşallah. Artıq məcbur oldum. Həm uşağımın müalicəsi. Kərəm, uşağın da müalicəsini bilməyənlərə çatdır ki, yəni vəziyyət nədir indi o müalicəsinə nə qədər? Dediyimiz kimi, bəli, müalicəsinə çox pul lazımdır ki, dərman almaq üçün. Yəni o barədə də kömək edir. Bir həftədir nədir, uşaqlarım bəlkə xəstələndilər, bu gəzmələrə çıxdılar. Çox ağır vəziyyətdə oldular. Ona da çox əziyyət çəkdim. Heç nə, deməli belə, vaxtımız